Göyçay rayon Qaraqdır kənd tam orta məktəbin Zülfikar adına Qaraqdır kənd tam orta məktəbin Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş tədbirini açıq elan edirik.
tənha, boynu bükük, beni qırır, küskün mənə düşər. Hiç benim bacımı demirsin. Çökteydi. Seç kokuluydu bacım. Xoşbəxtlikdən parıldayan gözləri vardı bacımın. Bacı diye hayvan sesleri hələ də qulağımdadır. Hiç bilmədim əlim əlimdən necə üzüldüm. Düz 30 il idi ki, gözü yoldaydı. Naləsi kəsilməyən, yaraları sızıldayan, gözləri qanlı düşürkən, bizdən 3 santıqlı. Sakinləri olmazan müsibətlərini görmüş, körpələrin aylar yerinə silah səsini alışmış, qız gəlinləri namusunu qorumaq üçün canına qəsd edən qocanı, əsir düşən qocanı, əsir düşən qocanı. Əsir demə ona, sənə əsir deməyə dilim gəlmirdi heç vaxt. Əsir deyəndə istər-istəməz yoluna əsir dəyişmək düşür. Səni kimlə dəyişə bilərdim ki? Sən ey boğazımdakı içimi göynədən acı qəhər. Sən ey ürəklər damlayan, yanıb külə dönən şəhid şəhər qocalı. Yarası qan verən, havası qan qoxuyan, sızım sızıldayan qocalı. Söylə, hansı dağına, hansı qayana, hansı daşına, torpağına, hansı ağacının dibinə gül qoyub ki, şəhidini almış ol. Hər daşın, hər daşın şəhid məzarlığıdır. Müqəddəsdir, əziz qocalı. Xocalı 20-ci əsrin ən ağır faciəsidir. Sinəsinə vurulan bir yaranın acısı, sızıltısı hələ sızıldarkən, göynərkən 20 yanvar dəhşəti qəlblərdə, yaddaşlarda qan verərkən, yeni bir faciə yaşadıldı xalq. Facia elə ağırlamansız, ağlasılmazdır ki, coşan hissləri, həyəcanları, vulkan püskürən, ipə sapa yatmayan sözləri iradəyə tabi etmək, kilovlamaq çox çətindir. Xocalda baş verən cinayətlər müstəbid hökümdarların məzazirliyini, zülmünü, mərhəmətsizliyini kölgədə qoymuşdur. Son əsrlərdə dünyanın heç bir yerində əlyanın bir cəhaliyə Xocaldakı kimi divan tutulmamışdır. Dünənə kimi ən qəddar zənn etdiyimiz faşistlər belə erməni quldurlarının etdiyi cinayətlərə yol verməmişdir. İnsan öz insanlığını, ləyaqətini unudanda, itirəndə sözün həqiqi mənasında yerdəki bir vəşdən fərqlənmir. İnsaf, mərhəmət hissi qeyb olur. Heyvanla həşəratla onun arasında olan fərq aradan götürülür. Xocalda edilən cinayətlər də bunun bariz nümunəsidir. Günahsız qadınlar, uşaqlar, qocalar da gündə yaşam tutulmuşdur. Başları əzilmiş, gözləri çıxarılmış, bədənləri deşik-deşik edilmişdir. Ölənlərin başlarının dərsi soyulmuşdur. Meşələr, dağlar, dərələr insan meyitlərində dolmuşdur. Az yaşlı qızlarımız, 10, 13, 15 yaşlı qızlarımız erməni postlar arasında bölüşdürülmüş, namusumuza, qeyrətimize təcavüz edilmişdir. Ermənilər bu soygunu düşməni
döyüş planlı şəkildə həyata keçirmişdilər. Bu əməliyyatı erməni faşistləri Aslan terror təşkilatı ilə birlikdə keçmiş SSR-nin Xankəndində yerləşən 366-cı Nota Atıcı alayı ilə birləşərək təşkil etmişdilər. Axşamdan başlayaraq şəhər hər tərəfdən 104 atəşlə tutulmuşdu. Az keçmədi ki, bütün şəhər yanmağa başladı. Alovlara bürünmüş şəhərdən qalan sakinlər xilas olmaq ümidi ilə Ağdama sarı qaçmağa başladılar. Lakin ermənilərin uyduğu pusqu və qanlarına qurban oldular. Xocanın iştalı zamanı 7000-dən çox əhalinin bir gecədə 600 nəfəri, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın xüsusi amansızlıqla məhv edilmişdir. Xocalıda 8 ailə tamamilə məhv edilmişdir. Onlardan 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq 2 valideynini, 130 uşaq bir valideynini itirmişdir. Xocanın işğalı zamanı 500-ə qədər insan yaralanmışdır. Onların 76-sı uşaqlardır. 1275 nəfər girov götürülmüş, 106 nəfər itirmişdir. Dumanlı hisslər yaşayır. Necə ki bu şeytanlar, cinlər, iblislər yaşayır. Gərək hər gün, hər saat yanlarından öc alın. Xocalım, ay xocalım. Quruyub cadar olmuş dodaqlara nə deyim? Kəsilmiş biləklərə, barmaqlara nə deyim? Qan içində buz
gizləyib zaman sirrini. Dünyanın işi, amalı, deyəsən yetişir qiyamət günü. Vədəsiz küləklər əsir qollar. Səs gəldi fevqalın imanlısı, alqana qərq oldu bulaqlarda su. Qəfildən quruldu bir yurdun yası, bir kəsə çatmadı səsim Xocalım. Od yağdı, el düşdü külə, təşvişə, nalələr, fəryadlar deyən dərişə. Allah da baxmadı bu haqsız işə. Titrədi içimiz, əsim-əsim Xocalım. Nə görüm, nələri çəkməyim başım. Od tutdu o gecə torpağın daşı. Dul qalmış gəldin gözünün yaşı. Bəs necə qurudum, kəsim Xocalım. Bilmirəm, gözümdə cilələdir yaş. Yadıma düşdükcə o gün, o gecə. Qız ana yitirdi, qardaşı qardaş. Mən necə şiriyim, susum Xocalım. Söyləsəm bu dərdin dağlardan alır. Naməhdlər yoluma naşlıdır alır. Dağıldım kənd-bəkənd, çadır-çadır. Bəs kimdən inciyim, küsüm Xocalım. Uyuyan kəsləri yuxudan ayıl. Qəlbimdə alışan həsrəti soyub. Qayıt sən, yenidən özünə qayıt. Bu sevinç qoy olsun bəsim Xocalım. Yazıram ki biləsən, burada qiyamət bacı. Duracaq son yerimiz bəlkə şəhadətli bacı. Öpürəm gəldi bükülmüş atamın tellərini. De ki oğlum çox dallarda səlamətli bacı. Qoyamam ağlamasın halıma, düşmən sevinər. Məni tapşırsın Allaha, bu kifayətdir bacı. Bir iki fikrim dolanır köyünə şux dilbərimi. Qara gözlü uca Allaha əmanətdir bacı. Ana çok ses geldi ana. Это Деревянов. Aman Türk'ün uşağı da Türk'tü. Они не турки, они азербайджанцы. Eş. Bıcı. Babam çöpem. Aman Allah'ım. Babam çöpem. Allahsızlar, insafsızlar. Öldüreceğim sizi Allahsızlar. İnsafsızlar. Öldüreceğim sizi. Öldüreceğim sizi. Oh. Allahsızlar öldüreceğim sizi. Öldüreceğim sizi. Git.
durmadan yere. Hamınız birlikte düşman üstüne. Ölsek şehit olup ucalarık biz. Yaşarsak sona dek vuruşarık biz. Unutmaz milletim, vətənim beni. Yaşadar her zaman, yaşadar beni. Herkes ölecektir, ölüm bir haktır. Vətən üçün ölenler yaşayacaktır. Öldün, ölümünlə ucaldın əskər. Xalqımız hər zaman qədrini bilər. Şəhidsən sən, uca bir zirvədəsən. Bu xalqın, millətin ürəyindəsən. Yandı. Ay Allah. Yandı. Bu ne işti böyle? Bu ne zulümdü ay Allah. Yandı. Kömeyli yandı. Kömeyli. Ezzaflar. Elemişti eğleneceğiz yerde kalacak. Kömeyli yandı. Kömeyli yandı. Babamı öldürdü. Babam aldı, bağladı. Balası bağladı. Şirin şirin olur. Nasıl da bağladı. Ah düşman, ne kadar acımasızsan. Körpeye, cavanım hiç acımadın. Dağıtıp, talayıp sen hocalımı. Sehraya dönderdin Gülüstanımı. Hocalım mehvoldu, dağıldı
bu torpağı insan üçün məkan yaradı valla. Dağ yeri üçün dayaq, təkan yaradı valla. Zahirindən baxanda dağ hara, insan hara. İnsan görər mi dağı, çəkilməsə kənara. Hələ ki zirvəsinə dağlanayaq dəyməyib. Heç kəsin qarşısında nə də ki baş əyməyib. Dağlar külü yuratan saatlarda başında. Mümkün olmaz qoparmaq dırnaq boyu daşından. Görünən tərəfini yer üzərində dağı, özü boyda dayağı altındadır torpağı. Dağların dürürü var, dağların var vüqarı. Vətəni doğurmağa ama yox ixtiyarı. Dağ insanda cəyabda xəyali muxtar deyil. Can fəda etməyə də küllü ixtiyar deyil. Canlar fəda etdilər, şəhristanlar, sevənlər. Adicə bir torpağı vətən etdi şəhidlər. Şəhidlər bir torpağı vətən edib qoruyan. Onların barəsində nələr söyləyir. Ölü demə şəhidə, ölü demə şəhidə. Quran deyir, diridir. Əbədi zəndə təhlik seyidlərdən biridir. Qiyamətin günündə dağlar olmayacaqlar. Onlar toz şəklində göyə soğulacaqlar. Digər şəhidlərə izin veriləcəkdir. Şəhid istədiyində şəfayət edəcəkdir. Necə ki yurdumda çıxan oldu canından. Beş ətirlərində şəhidlərin qanından. Əqidəndə olarsan, sən möhkəm qayadan da. Daş qopara bilərsən, ən böyük qayadan da. Dağla insan fərqini özün seç, özün ara. İndi insafla denəm, dağ hara, insan hara. Dağ insan doğruyor, nə də ki dağ insanı. Dağ yox, insan verirdi dağlar yolunda sanı. Torpağın uğrunda məgər ki ölən olmaz. O torpaq sinəçmaz, o torpaq vətən olmaz. Sözcük insanların içində namərdi var. İnsan da var, dağ dedim, dağlar boyda dərdi var. Sən ey şəhid anası, sən ey bəxtəvər qadın. Qorxursan ki anasız qalasın evladın. Sənə narahat olma, ümmətin anası var. O ümmət anasının nə qədər balası var. Elə anadımda nə sərhət var, nə də sən. Daha da rahat olma, daha da rahat olma sənin şəhid anası. Səndən nədir evladı, yanında da ağası. Sən fəda qurban İslamı vətən yolunda. Tərlan olmuş əmri, yan vətən yolunda. Bu müharibə zamanı çox şeyin qəlbinə varmış olmalıyıq. Biz sadəcə öz yaralarını görən aylarla insanların toplusu deyilik. Biz sadəcə bir haqq deyilik. Bir can. Çünki biz birlikdə yaşadıq bu anları. Biz birlikdə ağladıq. Andıq qəhrəman, iki doğmalarımızı. Əl qaldırıb birlikdə dua etdik. Eyni duanı bir-birindən xəbərsiz bütün bir xalq etdi. Tanımadığımız minlərcə can üçün canımız yandı. Onlar isə keçdi. Canlarından, qanlarından, ailələrindən, xəyallarından, arzularından. Biz də bu torpaq, bu bayraq, bu istiqlal üçün canından, qanından keçən bütün şəhidlərimizi və qazilərimizin qarşısında baş əydik. Və onları hörmətlə anırıq. Qələbəni də, sevinci də, fəxri də, qüruru da siz yaşadınız. Birlikdə yaşadıq. Sizlərə əbədi xatırlayıb yad etdiyimiz hər zaman biz qalib bir xalqıq. Sən hər kəsin vətənsin.
keçən təmizliklərdə. Sən ölkənin şərəfisən, anaların balası, babaların atasısan. Sən hər kəsin can parçası, vətən yerçimizdə bölümümüz sevgisən. Sən hər tərəfdə dalğalanan, Şuşaya, Suriyə, Badliyə sıxıncılan bayrağı, qanınla qırmızıya boyayan bayrağı, azadlıq şəhərsin şəhərdir. Duz bastılar yarama, lay lay, kocalım lay lay. Düştü güller borana, lay lay, kocalım lay lay. Namerdi kim çalırdı, gölden ölüm yağırdı. Dilden demek ağırdı, lay lay, kocalım lay lay. Daş üstü daş mı kaldı, salamak baş mı kaldı, gözümde yaş mı kaldı? Lay lay, kocalım lay lay. Derdim kimi acıyor, ağrı var, elacı yok. Ağlamama katıyor. Lay lay, kocalım lay lay. Bu torpağın cansan, seni dönmüş kansan. Ve kimin koymansan, lay lay, kocalım lay lay. ...2020 yıl 27 sentyabrdan itibaren Qarabağ uğrunda döyüşlər başladı. Azərbaycan xalqı vahid bayraq altında yumruq kimi birləşdi. Ali Baş Komandan İlham Əliyev döyüş əmri verdi və şanlı ordumuz torpaqlarımızı işğaldan azad etməyə başladı. O gündən etibarən Azərbaycan əsgəri gecə gündüz demədən, soyuq hava demədən vətənin hər qarış torpağı üçün canından keçməyə and içdi. 30 ildir həsrət çəkən xalqın Azərbaycan əsgəri üçün arxa cəbhədə milli olaraq daim dəstək sevgisinə əsirgəmədi. Artıq xalqımın içində illərlə birləşdirməyə çalışdığı müddətsizləşdi. Artıq insanlar bilirdilər ki, qarşıdan gələn
İllər öncə qisas qiyamətə qalmaz demişdik. İllər öncə Xocalıda tökülən qadınları, uşaqları qanun yerdə qoymayacaq demişdik. Və etdik. Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan əskəri. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Dedim ki, qoyayım, bax, buradan yanacağım. Əvvəlindən dedim ki, burada söz deməyəcəm. Amma baxdım, söz deməmək olmur. Bu tədbiri hazırlamışsınız. Bu, hamımızın hörməti qoyduğu, hamımızın ürəyində olan bu şəhid valideynlərini bura dəvət eləmişsiniz. Çox gözəl şeydir. Biz biləsiniz ki, boşluyuq. Biz biləsiniz ki, bu tədbiri hazırlayanlara, bugün bu tədbirdə iştirak edib və burada iştirak edəməyən o şəhid valideynlərinə daim borcluyum. Və bilin, mən yenə də demişəm, siz şəhid anaları, siz şəhid ataları tək deyilsiniz. Bilin ki, bütün el, bütün oba, qanunda Azərbaycan qanunu olan bütün Azərbaycanlılar sizə borcludurlar. Çünki bugün bəs danışmağımız, bugün belə ötkəmli danışmağımız, bugün belə çıxışlar eləməyimiz sizin o övladların hesabına olur. Onu biz qiymətləndiririk, onu biz deyirik və daim bilirsiniz ki, biz də onlara bütün Azərbaycan xalqı onlara rəhmət edir. Allah rəhmət eləsin. Allah yerdə qalan evlatlarımıza can sağlığı versin. Solmaz məcmə və Ləhməklərin direktoru Sevda məcmə sizə minnətdarlıq edirik. Bax, bu cür yerdə, bu cür bu tədbiri hazırlanması və mən açıq deyirəm, orada bir biz ana şehri dedi, o kimin Ömər müəllimimiz idi, şəhid anası dedi. Ona özünün bir fədakam olacaq. Və biləsiniz ki, və bir şey deyim ki, şəxsən mən qəhərlənirəm və şəxsən nə deyim, arzu edirəm ki, biz həmişə deyirdik, bu sözləri deyirdik. Bizim hər dəfə məktəbdə, hansısa bir tədbirdə deyirdik. Gələnildən bizim bayrağımız Qarabağda ucalsın. Gələnildən deyirdik, bu tədbir orada keçiriləcək. Amma bugün bu tədbirlər artıq orada keçirilir. Amma bir arzumuz da var ki, gələnil bu tədbiri Xocalıda təşkil edəsiniz və bir neçə məktəb orada keçirilsin. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Sağ olun. Sağ olun. Bir neçə tədbirlərdə iştirak edirəm ki, burada iştirak eləmək sözün əsl mənasında mənim üçün çox çətindir. Ona görə gözümün qarşısında belə insanlar var ki, onlar Xocalı'nın canlı şahidlərdir. Mən bəlkə o mənimə gedirəm və orada bizim Xocalı'dan da nümayəndələrimiz var. Yəni, bu faciə çox anlardır. Mən bir yadıma nümayəndələrimiz üçün bir məsələni biləcəyim. Bizim bu arxada qayıran qızlarımız, Allah sizi var etsin. Sizin bu göz yaşlarınız, seviz yaşlarınız. Allah da bir dəfə bizə Xocalı kimi dəyişənlik faizəni göstərmez. Mən hər kəsin taleyində bir qismət var. Belə olur ki, xronoloji cəhətdən mən deyəcəm, Daşaltı əməliyyatı 26 fevral yanvar tarixi olur, üst-üstə bağışlayacaq. Ola bilər ki, Azərbaycanlıyam. Yəni, mən necə olarız 26 yanvar tarixini Daşaltı əməliyyatı. Ondan 2 gün sonra Şuşa sərnaqsında vertolyotun olması, təxminən 41 nəfərin orada şəhər olması. Ondan təxminən bir ay sonra isə, bir ay müddətində Xocalı hadisəsi, mən bir nömrə mətəbdə danışanda bir məsələni dedim. Mən axırıncı günləri eşitdim Xocalı poçtundan bir qadının yalvarışın ki, bizim köməkliyimizi qırırlar. Təxminən 5 dəqiqə sonra o informasiya və ondan tamamilə kəsildi. Bugün mənim gözümün qarşısında Mərsuma bacımın, onun ailəsi də dəhşətli ailənin, dəhşətli ailədir. Onun qardaşı ilə bir sinifdə oxumuşum, ona hümbət var. Allah qəni rəhmət eləsin. Mənim qardaşımın yoldaşı, oğlu, qızı Xocalıda şəhid olub. Mart ayının 14-də əsirlikdən almışıq. Yanvar ayının 18-i onun ad günüdür. Mən onun ad günü qeyd edirəm. Mart ayının 14-dür. Mən onun həmişə ad günü qeyd edirəm. Çünki biz onu ermənilərin əlindən əsirlikdən alanda o hansı bir formaları, çay qardaşların yaxınlığı hasanası tanımaq. Biz bunların hamısını yaşamışıq. Yəni düz sistem, həyəcan hissi var. Mən bir nömrədə bir məsələ deyirəm ki, mənim hardasa içimdə bir ümidsizlik var idi. Mənim rəhmətlik atam, anam
son nəfəslərinə qədər inandılar ki, Şuşa qayıdacaq, Qarabağ qayıdacaq. Onlara ev düşən deyəndə deyir ki, biz burada lazım, biz inşallah evimiz Şuşada deyəcək. Son nəfəslərinə qədər inandılar. Və mən burada şəhid ailələrinin anaları var. Mən sizi qarşıda baş əyirəm. Mən də ailəmdən 2 qardaşım şəhid olub. Anam həmişə ağlamaq istəyəndə sevdalarım. Qaçıb otalan o başdakı otaqda ağlayırdı ki, biz onu eşitməyək. Mən sizi qarşıda baş əyirəm. Allah sizin övladlarınızı mənə gəlməyəcək. Allah bizim şəhidlərimiz olur, uca zirvələrdir. Uca zirvələrdir. Bütün şəhidlərimizi Allah gələn rəhmət eləsin. Mən bayaq dedim, qızlarımıza dedim, Şeyh Məhəmməd Xiramanın bir gözəl kəlamı var. Deyir ki, ölümə qorxmayan millətə ölüm yoxdur. Biz ölümə qorxmayan millət. Bizi birin ölsə də min biri də olacaqdır. Çox şükür, bugünə şükür ki, bizim torbalarımızın işğaldan ibarədir. Mən yenə deyirəm, təşəkkürüm bildirirəm. Seyda müəllimə sizə sonuna rəhmətdir. Belə bir kompozisiyanı hazırlamışsınız. Mən orada elə deyim ki, çox gözəl bir kompozisiyadır və bunun rayon səviyyəsində də biz inşallah Allah qoysa bunlar. Və burada mənim qeyd edəndə bəlkə çoxdan açdı üzr istəyirəm. Sinəm doğrudur. Mən çox hadisələr görmüşəm Qocalı ilə bağlı. Mən bir daha şəhid ailələri, şəhid anaları sizin qarşınızda baş əyəcək. Biz sizə həyatı boyu minnətdarıq. Sizin sayənizdə biz baş etdik gələcək. Mənfi düşmənin qarşısında biz böyük danışaq gələcək. Və qızlarımız, təkrar deyirəm sizə. Fətər Xanfomski bir gözəl kəlam var, deyir ki, anası savabsız olan millət kordur. Mən sizə böyük təhsil artdırıram və bu gözlərimizdəki yaşlar hamısı seviş yaşlar olsun. Çox sağ olun. Sağ olun, çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm. İlk öncə şəhid valideynə, atalarına, ailə üzrəsində salam edirəm və müəllimənə sizə. Doğrudan da çox təsirli idi. İndi mən də Qarabağ zonasından 10 yaşım var idi mənim. Kəlbəzərdən məcburi köçün kimi gözləməz günləşəndə. Şəhər yolları kimi tədbirlərə dəvət edirlər. Yəni, istər hərbidə olan, istər müxtəlif işlərdə işləyəndə mən heç vaxt mikrofon əlim alıb danışmamışam. Niyə danışmamışam? Çünki mənim o atamın kökünən qanı o torpaq düşmən taxtlarındaydı. Hansı qürurdan danışa bilərdim, hansı qələbədən danışa bilərdim. Bizim birinci Qarabağ müharibəsində 20 min yaxın şəhidimiz var. 4-5 min günümüz var ki, hələ onların tarihi məlum deyil. Amma bugünkü gündə sizlərin evlatlarınız, o bizim 27-28 məsələsində olduğumuz, hansı ki, onlar yüzünü görmədikləri, o Qocalı hadisəsində heç onlar dünyaya gəlməmişdir ki, çünki bugünkü gündə baxırsan 96, 2000, 98-ci il təvəllüddə olan gənclər edir ki, o Qocalı hissi ilə, o qisasla böyüdülər və o şəhidlərin qanlarını aldılar, öz şəhidin canlarından keçdilər, özləri də şəhid oldular. Amma əsas odur ki, bizim o Qocalı baş verən həqiqətən böyük bir dəyişək edir ki, erməni başçıları, onlar əsl orada öz istərini nümayiş eləmişdilər ki, silahsız insanlara, qoca demədən, körpə demədən, cavan demədən, yaşlı demədən hər kəs qətlə yetirilmişdir. Bu qəhrəmanlar, bu gənclər də o hisslə böyüdülər və o şəhidlərimizin də qisaslarını aldılar. İndi bəyəklərin də gözəl bir söz dedik ki, hər dəfə biz deyirik ki, bir tədbir olanda, ya bir məclis olanda deyirlər ki, o gün olsun Şuşada, o gün olsun Kəlbəzərdə və Akif Şuşa Kəlbəzər bizdədir. Bir Qocalı bizim hansı ki, qan yaddaşımız, yaralı yerimiz, inşallah gələn il yəqin ki, Allahın köməklə o da bizdə olar. Çünki birinci Qarabağ müharibəsində Azərbaycanın müdrətli ordusu yox idi, vahid ordusu yox idi. Süzayətdə ali başlamandan yox idi. Amma bugünkü gündə Azərbaycanın güclü ordusu var. Hansı ki, o qədər bir ordusu var ki, dünya ölkələrində, mən biraz hərbi sistemdən anlaşma olduğuna görə, mən bu qədər dəqiq bilirəm ki, bu Şuşa əməliyyatından sonra bizim hərbisilərimizi, xüsusi təyinatlarımızı başqa ölkələrə təlimci kimi dəvət edirlər. Bizdən onlar döyüş təhnəsini öyrəndilər, döyüş daşlaqları öyrəndilər. Yəni, Azərbaycan dünyada tanınmırdı. Məğlub bir ölkə idi. Amma bu günləri mən fəxr edirəm ki, qalib bir ölkənin vətəndaşı. Çox sağ olun, bir daha tədbir təşkil edən Rəxşəndə müəllimə, Solmaz müəllimə, Sevdə olan hər birinizə böyük təşəkkürümü bildirirəm. Hər biriniz bizim gələcəyimizdir, bizim qürurumuzdur, fəxrimizdir. Allah sizlərə
o qüvvət verir versin ki, bizim bu hansı ki, tarix yazan üstün şəhərimizin adını həmişə anasında Azərbaycan Müstəqil Respublikaları uğrunda gedən hər bir şəhərin qarşımızda şəhərlərdə olaraq rəhmət edirəm. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. İştirakçılarına öz minnətdarlığımı bildirirəm. Onu da demək istəyirəm ki, burada iştirak edən şagirdlər bir sinifin uşaqlarıdır. Yalnız 2 nəfər başqa sinifdəndir. Yəni bizim həqiqətən belə şəraitli məktəbimiz yoxdur. Amma gözəl savadlı kadrlarımız var, yaxşı savadlı uşaqlarımız var. Bax, bir sinifin gördüyü işdir bu. Başda Rəşqəndə müəllimi olmaqla öz minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar. Sağ olun. Size minnettarım ki bir kocanın sakini kimi, bir anasın, bacısın, kardeşi, gəlinin, itiren bir bacı kimi, bir evlat kimi. Burada oturan, olmayan, bütün şehit veren anaların, bacıların, her birinin elə bir ki, mən də onlarım. Onların qarşısında baş şəhərəm. Tüm şəhidlərimizin qanına qurban olum mən. Sizə də öz minnətdarlığımı bildirirəm. Hər birinizə ki, bugün bizi bura dəvət edib, bizim dərdimizə şərik olursunuz. Sizin dərdiniz, bizim dərdimiz. Vallahi. Sağ olun. Biz də sizə təşəkkür edirik. Elbəniz mənimlə təşəkkür edirik ki, sizin kimi gözəl bir insanla bizi tanışdırdı. Valla sözün düzü mən özümü bağışlamıram ki, mən niyə qədər, indiyə qədər Məsum tanımamışam. Yəni, İnanın ki, vallahi, bax, Allah haqqı, o uşaqların da o dərd, bizim dərdimiz olmasa, bizim ürəyimiz o qədər, sizi qədər deyə bilmərəm, amma siz, yəni o qədərə yanmasa, necə deyərlər, onu onlar o cürə alındıra bilməzlər. Ürək yanar ki, Onların hep böyle bizim geleceğimizde. Allah həmişə sizi var etsin. ağladılar və ağlatdılar. Deməli, alındı. Sağ olun. Səbir olun, Möhkəm